Eyni coğrafiya, oxşar mədəniyyət, ortaq iqtisadi maraqlar. 1985-ci ildə İran, Pakistan və Türkiyənin təşəbbüsü ilə qurulan İqtisadi Əməkdaşlıq Təşkilatı 1992-ci ildən etibarən yeni üzvlərin qoşulması ilə daha geniş regional gücə çevrildi. Bu genişlənmə sadəcə coğrafi deyildi, siyasi və iqtisadi baxımdan da yeni dövrün başlanğıcı oldu. Təşkilatın məqsədi aydın idi. Regional iqtisadi sabitlik, azad ticarət, nəqliyyatın inteqrasiyası və enerji əməkdaşlığı. İllər keçdikcə bu məqsədlər konkret layihələrə, dəhlizlərə, sazişlərə və sərmayələrə çevrildi. Мировой опыт показывает, что ни одна страна не может добиться экономического процветания в одиночку без международного сотрудничества, обмена опытом, объединения усилий и ресурсов. Именно поэтому активное участие нашей организации, тесное сотрудничество с братскими странами, с которыми нас связывают не только экономические интересы, но и общность исторических корней, традиций, культуры, является приоритетным направлением внешней политики Азербайджанской Республики. İran, Tehran. Bu şəhərə gəlməyimizin konkret bir səbəbi var. Çünki regionun iqtisadi gələcəyinin müzakirə olunduğu, sənədlərin arxasında qərarların formalaşdığı yer məhz buradır. Yol bizi İqtisadi Əməkdaşlıq Təşkilatının baş qərargahına gətirir. İqtisadi Əməkdaşlıq Təşkilatının baş qərargahının əsas zalıdır. Bəli, adətən burada sənədlər imzalanır, protokollar tərtib edilir. Amma təbii ki, əsas məsələ kağız üzərində deyil. Bu divarlar arasında 10 ölkənin sabahı planlaşdırılır. Enerjidən tutmuş nəqliyyata, ticarətdən elmə, turizmdən kənd təsərrüfatına qədər. İqtisadi Əməkdaşlıq Təşkilatı təkcə iqtisadi rəqəmlərlə yox, bütöv bir regionun inkişaf xəritəsi ilə işləyir. Bugün İqtisadi Əməkdaşlıq Təşkilatı 460 milyondan çox əhalini və 8 milyon kvadrat kilometrlik ərazini əhatə edən nəhəng iqtisadi platformadır. Bu platformada Azərbaycanın yeri başqadır. Ölkəmiz təşkilatın nəqliyyat, ticarət və yaşıl enerji layihələrində ön sıradadır. Son 20 ildə iqtisadiyyata yatırılan 310 milyard dollar sərmayənin böyük hissəsi qeyri-neft sahələrinə yönəlib. Bu, Azərbaycandakı münbit sərmayə mühitinin nəticəsidir. Azərbaycan birincisi təşkilat üçün əvəzolunmaz üzvdür. İkincisi isə bizim üçün nümunəvi ölkədir. Düşünürəm ki, Azərbaycanın bu təşkilata verdiyi töhfələr həm aktiv, həm də yaradıcı üzv kimi izaha ehtiyac duymur. Bunlar olduqca aydın və göz önündəki töhfələrdir. Baxın, qarşıdan gələn 17-ci zirvə görüşü Azərbaycanda keçiriləcək. Bu isə Azərbaycanın təşkil etdiyi 3-cü sammit olacaq. Beləliklə, təsisçi olmayan üzv ölkələr arasında təşkilatın sammitinə ən çox ev sahibliyi etmiş ölkə Azərbaycandır. Məncə bu çox mühüm və unikal göstəricidir. Əlbəttə, sammitə ev sahibliyi sadəcə tədbiri keçirmək deyil. Bu, yekun sənədlərin razılaşdırılması, ölkələrin liderlərinin bir araya gətirilməsi, təşkilatın fəaliyyət istiqamətinə təsir göstərmək deməkdir. Azərbaycanda yaxın vaxtlarda İqtisadi Əməkdaşlıq Təşkilatının tədqiqat mərkəzi istifadəyə veriləcək. Düşünürəm ki, yeni üzvlər arasında belə bir məsuliyyət daşıyan yeganə ölkə Azərbaycandır. Elə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci zirvə sammitindən söz düşmüşkən, bu sammit təşkilatın yeni baxışını, rəqəmsallaşma, dayanıqlı enerji və regional inteqrasiyanı ortaya qoyacaq. Nə zaman və harda keçiriləcəyi ilə bağlı detalları müzakirə etmək üçün isə təşkilatın nümayəndələri ilə yollanırıq Tehrandan 30 kilometr kənara. İqtisadi Əməkdaşlıq Təşkilatının Daimi Nümayəndələr Şurasının iclasında gündəlik olduqca zəngindir və burada xüsusilə diqqətimi 3-cü bənd çəkdi. Azərbaycanda keçiriləcək 17-ci zirvə sammitinə ev sahibliyi burada iclasda müzakirə olunacaq. Tarixdə bəllidir, 4 iyul 2025-ci il. Amma bu sadəcə tarixdə deyil. Bu, məhz regionun gələcəyini müəyyənləşdirəcək masanın koordinatıdır və bu masada Azərbaycan istiqamətləri verən ölkə olacaq. Nowadays, we have more than 10,000 technology, biotechnology and ICT. We are member of this board of trustees. İlk dəfə olaraq sammitdən öncə Gənclər Forumu baş tutacaqdır. Daha sonra ardınca Xanımlar Forumu baş tutacaqdır.
Bundan əlavə İqtisadi Əməkdaşlıq Təşkilatının 6-cı biznes forumu keçiriləcəkdir və sonda İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə görüşü 17-ci sammiti ölkə və hökumət başçılarının iştirakı ilə keçiriləcəkdir. Və nəzərdə tutulur ki, sammit həm işğaldan azad olunmuş ərazilərimizdə, gözəl Qarabağımızda keçirilsin, Xankəndi şəhərində, bundan başqa Gənclər Forumunun Ağdamda, xanımlar üçün forumun Şuşada, İqtisadi Əməkdaşlıq Təşkilatının tarixində ilk dəfə baş tutacaq İƏT həftəsinin keçirilməsi gündəmə gətirilib. 17-ci zirvə sammiti sadəcə görüş deyil, bu 10 ölkənin gələcək baxışlarını bir masa ətrafında bölüşəcəyi, iqtisadi planların sözlərin isə imzaya çevriləcəyi mərhələdir. Və bu dəfə o mərhələnin koordinatları Azərbaycandır. Təkcə təşkilatın gündəliyini yox, regionun sabahını dəyişəcək qərarlar məhz buradan. İqtisadi Əməkdaşlıq Təşkilatının tarixində ilk dəfə Qarabağdan başlayacaq. Rəhlər Rafiq qızı, Fariz Şıxalizadə, ASTV Xəbər, Tehran, İran.